ölkənin nə hava limanı, nə öz dili, nə də pul vahidi var. Amma Avropanın ən zəngin ölkəsidir. Knyazı Britaniya kralından varlıdır. Xeyr, bura İsveçrə deyil. Vətəndaşları həyatları boyunca işləməyəcəyi qədər sərvət sahibidirlər. Bu isə onlara sadəcə sevdikləri işlərlə məşğul olmağa imkan yaradır. Aşağı vergilərdən faydalanırlar, xarici borc isə yoxdur. Səs-küy, qonşuları narahat etmək bu ölkə üçün deyil. Münasibətlərin əsasında qarşılıqlı hörmət dayanır. Sərvətinlə öyünsən, xoş qarşılanmayacaqsan. Cinayət səviyyəsi o qədər aşağıdır ki, evlərin qapıları kilidlənmir. Həbsxanada cəmi 7 nəfər var və onların da yeməkləri hər gün restorandan gətirilir. Ölkə üzrə polislərin sayı 100-ü keçmir. Əhali sayı 30 mindir. Bu kiçik ölkənin vətəndaşları Amerikalılardan 5 dəfə daha rahat şərtlər altında yaşayırlar. Xidmət sektorunda Almaniya və Avstriyadan gələnlər çalışır. Bu ölkənin adı Liechtensteindir. Bəs siz belə bir ölkədə yaşamaq istəyərdiniz?